Salam dostlar, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəldiniz. Bu gün sizlər üçün hər kəsin böyük soba listlərində belə hazırlaya biləcəyi ıslaq kek resepti paylaşıram. Çox gözəl və dadlı bir reseptdir. Keksi hazırlamaq üçün bizə lazım olan ərzaqların miqdarını həm qramla, həm də stəkan ölçüsü ilə videonun açıqlama bölməsində qeyd edəcəm. Oradan baxıb hazırlaya bilərsiniz. Əvvəlcə qarışdıracağımız qabın içərisinə 5 ədəd yumurtanı əlavə edirəm. Üzərinə 1 stəkan dolu və 1 stəkanın yarısından şəkər tozu əlavə edirəm. Stəkan ölçüsü 200 ml-dir. Daha sonra isə 1 ədəd vanil də əlavə edirəm üzərinə və mikserin yüksək odunda qarışdırıram. Yumurtalar tam ağarıb köpüklənənə qədər mikserlə qarışdırıram. Yumurtalar gördüyünüz kimi köpükləndi və ağardı. İndi isə üzərinə südü, bitki yağını, unu, kakaonu və kabartma tozunu əlavə edib mikserin zəif xodunda qarışdırmağa qoyuram. Bunu mikserində qarışdıra bilərsiniz, əllə də qarışdıra bilərsiniz, fərqi yoxdur. Xəmir artıq hazırdır. Gördüyünüz kimi bir qədər də əllə qarışdırıram. Daha sonra isə soba listini əlavə edəcəm. Əvvəlcə soba listini bitki yağı ilə yağlayıram və xəmiri içərisinə əlavə edirəm. Listin ölçüsü 33-ün 30 sm-dir. Yəni siz bu xəmiri həm yumru, həm kvadrat olan böyük soba listlərində bişirə bilərsiniz. İndi isə üzərinə tökmək üçün glazur hazırlayıram. Glazuru hazırlamaq üçün 1 stəkanın üzərindən 2 barmaq aşağı şəkər tozu əlavə edirəm qaba. Üzərinə 1 xörək qaşığı kakao, 1 çay qaşığı nişasta, qarğıdalı nişastası və 2 stəkan süd əlavə edirəm. Daha sonra isə bunları birlikdə yaxşıca qarışdırıram və ocağın orta sürətində qarışdıra-qarışdıra bişirirəm. Gördüyünüz kimi glazur artıq qaynayır, üzəri göz-göz olub və yetərincə qatlaşıb. İndi isə ocaqdan götürürəm. Daha axışqan və parlaq olması üçün üzərinə 3 xörək qaşığı bitki yağı əlavə edib qarışdırıram. Onu da qeyd edim ki, siz bu glazuru tortların üzərində və içərisində də istifadə edə bilərsiniz. Gördüyünüz kimi keksimiz də artıq hazırdır. Mənim sobamda 100 dərəcədə 30-35 dəqiqəyə pişdi. Təbii ki, sobalar müxtəlifdir. Siz öz sobanızın istilik dərəcəsinə görə bunu ayarlaya bilərsiniz. Keksi sobadan çıxartdıqdan sonra çox az gözlədirəm. İlk istiliyi çıxır, daha sonra isə belə hissələrə bölürəm. İstədiyiniz ölçüdə doğraya bilərsiniz. Videodan da gördüyünüz kimi çox yumşaq, kövrək bir keks alınıb. İndi isə hazırladığım şokolad sosunu ilk istiliyi çıxdıqdan sonra keksin üzərinə tökürəm və hər bir tərəfinə yayıram. Sonda isə kəsdiyim yerlərin üzərindən bıçaqla təkrar gedirəm ki, şokolad keksimizin içərisinə də daxil olsun və üzərini bəzəmək üçün kokosdan istifadə etdim. Artıq keksimiz hazırdır. Gördüyünüz kimi çox gözəl və dadlı bir reseptdir. Mütləq sizlər də hazırlayın və fikirlərinizi rəylərdə qeyd etməyi unutmayın. Əgər videomu bəyəndinizsə, kanalıma abunə olaraq bəyən düyməsinə basmağı, yaxınlarınızla paylaşmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.